Asan TV'də ana dili. Həftə sözü farsçadır. Həft, 7, yeddilik anlamına gəlir. 7 ulduzun Ay, Mars, Merkuri, Yupiter, Saturn, Venera, Günəşin yer ətrafında fırlanması ilə bağlı 7 günə bir həftə deyiblər. Söz T hərfi ilə yazılır, lakin tələffüz zamanı T, D-yə keçir. Bazar ertəsi. Burada bazar sözü farsçadır, ertə isə türkçədir. Bazar gününün ertəsi sabahı deməkdir. Çərşənbə axşamı çərşənbə. Çahar farsça 4 deməkdir, yəni 4-cü şənbə. Cümə müsəlmanlar üçün müqəddəs həftəlik ibadət günü hesab olunur və toplanmaq, bir araya gəlmək deməkdir. Şənbə isə işıqlı gün mənasını verir. Bəzi dillərdə altılıq adlanır. Tələffüzdə şənbə kimi oxunsa da, düzgün yazılışı şənbədir, yəni N hərfi ilə. YouTube kanalımıza abunə olun.